Finansir jurnalının bu dəfəki qonağı ICFM HR təliminin məzunu, ITC Food'un İnsan Resursları Departamentinin təlim, inkişaf və işə qəbul üzrə şöbə müdiri Namiq Mustafayevdir. Bu müsahibədə onunla HR sahəsinin aktual mövzularına toxunduq. Sizi Finansistin 3 sual 3 cavab rubrikasında xoş gördük. Suallara keçmək istərdim. Buyurun. Birinci sual, işçilərlə qarşılaşdığınız ən çətin vəziyyət hansı olub və bunu necə həll etmisiniz? Təşəkkür edirəm, çox sağ olun. Çox gözəl bir sual verdiniz. Düşünürəm ki, hər bir insan resursları strukturunda çalışan əməkdaşlar bu situasiyanı yaşayırlar. Hesab edirəm ki, insan resursları əməkdaşları konfliktlərin idarə edilməsi, münaqişələrin idarə olunması sərciklərini yiyələnməlidirlər ki, bu kimi hallarla qarşı-qarşıya gəldiklərində rahat həll edə bilsinlər. Mən özüm öz praktikamda dəfələrlə bu kimi situasiyalara düşmüşəm. Və ən çox istifadə etdiyim metodlardan STAR metodudur. Situation, Task, Action, Result metodudur. Bu metod mən faydalı görürəm. Praktikamda çox başıma gəlib belədir. Mən bir dəfə konsaltingdə çalışanda iki əməkdaşın konflikt yaşadığını söylədilər. Mən dərhal vəziyyəti öyrəndim. Həmən özümə tapşırıq götürdüm ki, konflikti həll etməliyəm və oradakı komanda ruhunu yenidən bərpa etməliyəm. Əməkdaşları çağırdım, ayrı-ayrılıqda onlarla söhbət elədim, neytral vasitəçi kimi. Onlardan sonra bir görüş təyin elədik və qarşılıqlı hörmət prinsipləri çərçivəsində məsələni həll etdim. Nəticədə məsələ gərginlik aradan qalxdı və münasibətlər bərpa edildi. Mən düşünürəm ki, bu kimi hadisələrdə bu metodları bilmək daha məntiqlidir. Və yaxud da ki, ola bilər CAR var, Challenge, Action, Result metodları var ki, hansı ki, digər mütəxəssislər bu situasiyalardan düşəndə bu metodlardan istifadə edə bilərlər. Razıyam, neytarlıq və hörmət vacib şeylərdir. İkinci sualımız, işçilər rihafi və work-life balance HR üçün nə qədər vacibdir? Çox vacibdir. HR üçün work-life balansı tənzimləmək həqiqətən də çox vacibdir. Refah, gəlin refah kəlməsini ilk öncə açıqlayaq. Refah günümüz dilində when employee well deyirlər. Sadəcə işçinin sağlamlığı ilə deyil, onun psixoloji, emosional və sosial balansı da önəmlidir. Work-life balance işçinin iş həyatı ilə yanaşı, onun şəxsi həyatını tarazlıqda saxlamaq bacarığı deməkdir. Yəni, əgər işçi bu balansı düzgün saxlasa, effektiv olur, məhsuldar olur. Düşünürəm ki, HR üçün ən strategik məsələdir bu. Çünki işçi əgər bu balansı düzgün saxlasa, onun məhsuldarlığı yüksək olur, daha layal olur, daha sadiq olur, yaradıcı olur və məhsuldarlığı artmış olur. Bu da təbii ki, birbaşa biznesə çox böyük töhfəsi var. Qlobal praktikada biz nəzərə alanda baxdığımız zaman görürük ki, flexible artıq iş mühitləri, hibrid iş qrafikləri, remote iş modelləri artıq bu balansı qorumamıza təkan verir və ya məzuniyyətin gücləndirilməsi, məzuniyyəti göndərmə, işdən sonra yazışmaların, e-maillərin məhdudlaşdırılması bu balansı qorumamızda sahibkarların ən önəmli adımlardan birisidir. Azərbaycan mühitinə gəldikdə isə günümüzdə artıq bank və IT sektorlarında bu tarazlığın qorunduğunu görürük. Remote iş görürük ki, 1 və 2 gün artıq evdən işləmə şansı verirlər. Hibrid iş rejimini görürük, istirahət zonlarını görürük. Bu işçinin məhsullarının artırması üçün çox vacib məsələlərdən birisidir. Oyun sahələrini görürük, limitsiz çay, kofe kimi dəstəklər refahı dəstəkləyir. Yəni, bir sözlə qısa da mən desəm ki, work-life balans məsələsi nə üçün önəmlidir? Əgər biz işçinin refahına sərmayə qoysaq, görəcəyik ki, biznesdə uğurlu olacaq və öz hədəflərinə çatmış olacaq. Bəli, oyunları düzgün qeyd elədiniz. Fikrimcə maraqlı bir strategiyadır. Üçüncü sualımız. Komanda motivasiyası artırmaq üçün hansı üsullar effektiv olduğu düşünürsünüz?
Komandanın motivasiyasını artırmaq üçün bir çox effektiv üsullar var. Başlıca səbəbləri mən söyləyim sizə. Əgər komandada aydın məqsəd yoxdursa, təqdim edilmə sistemi yoxdursa, ünsiyyət və inkişaf planı yoxdursa, orada komanda motivasiyadan danışmaq əbəsdir. Mən bunu daha sizə detaylı istəyirsinizsə açıqlayım. Düşünürəm ki, birinci olaraq aydın və əldə edilə bilən məqsədlər qoyulmalıdır. Hansı ki, komanda istiqaməti doğru görür və inamı artır. İkinci olaraq uğurların və yaxşı görülən işlərin mükafatlandırılması. Bu işçilərin eyni zamanda maddi və mənəvi olaraq stimul verir. Üçüncü olaraq daimi, açıq, şəffaf ünsiyyətin qurulması. Biz işçilərimizə söz haqqı verməliyik və eyni zamanda da konstruktiv geri bildirimlər, yəni onu dəstəkləməliyik. Dördüncü olaraq peşəkar təlimlər və inkişaf yollarını açmalıyıq, işçi özün dəyərli hiss edə bilsin. Və bunu biz davamlı gətirə bilərik. Pozitiv iş mühiti, təhlükəsiz iş mühiti, bunlar komandada motivasiyanı artıran məsələlərdir və düşünək ki, nəticədə əgər işçinin məmnunluğu, məhsuldarlığı artarsa, komandanın hədəfinə çatması daha tez olar deyə düşünürəm. Fikrimcə düzdür, bəli. İntervyu üçün Namiq müəllimə təşəkkürümü bildirirəm. Fikrimcə finansisti izləyənlər üçün bu çox maraqlı və faydalı intervyudur. Xüsusən də yeni başlayan HR mütəxəssislər üçün və tələbələr üçün. Son sözünüz. Çox sağ olun, təşəkkür edirəm. Məni də dəvət etdiniz. Düşünürəm ki, mənim də hansısa bir fikirlərimdən, hansısa bizim bir ümumi buradan müsahibədən nəticə çıxaracaqlar gənc kadrlar və uğurlu olarlar deyə düşünürəm. Çox sağ olun.